Salam, hər vaxtınız xeyir əziz kanal izləyicilərim. Mən Aytaç Həsənova. Bugün sizlərə 2-ci sinif riyaziyyat dərsində növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl sizdən bir xahişim olacaq ki, əgər siz də yeni dərs izahlarından ilk xəbərdar olmaq istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Və bir elan da diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Bu videodakı izahları necə görürsünüzsə, ondan qat-qat artıq da ki, bizim onlayn hazırlıq qruplarımızda mövcuddur. Həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur və digər qruplardakı kimi bizim qruplarımızda 10-15 nəfər olmur. Maksimum 5 və 6 uşaqdan ibarət olur. Hər uşağa fərdi yanaşılır, hər dərs dərinliyi ilə izah olunur və bundan əlavə də əlavə vəsaitlərdən də istifadə olunur ki, uşaq mövzunu daha yaxşı möhkəmləndirsin və qavrasın. İndi isə keçirik mövzumuzun izahına. Bugünkü mövzumuz təkrar toplama mövzusudur. Artıq vurma və bölməyə adım-adım irəliləyirik. Əvvəlcə gəlin ritmik sayma nədir onu baxaq. Baxın, burada şarlar var. Görürsünüz, hər qrupda 2 dənə şar var. Biz bunu 2, 4, 6, 8 bu formada sayıb tapa bilərik. 2-2 saymaqla. Buna ritmik 2-2 saymaqla deyirlər. Ritmik 3-3 sayma da var, 3, 6, 9. Ritmik 4-4 sayma da var, 5-5 sayma da var, 10-10 sayma da var. Baxır, hər qrupda neçə dənədirsə o qədər. Məsələn, hər qrupda 2 şar var, 4 dənə də qrupumuz var. 2, 4, 6, 8. Deməli, burada 8 şar var. Daha sonra bunu toplama şəklində də yaza bilərik. Təkrar toplama bu nə deməkdir? Hər qrupda 2 şar olduğu üçün və 4 dənə qrupumuz olduğu üçün birinci qrupda 2 dənə, ikinci qrupda 2 dənə, üçüncü qrupda 2 dənə və dördüncü qrupda 2 dənə cəmi edəcək 4 dənə 2 nə eləyəcək? 8-ə bərabər olacaq. Daha sonra baxırıq burada çiyələklərə. 4, 8 və 12. 12 çiyələk var. 5, 10, 15, 20. 20 şar var. Daha sonra 6, 12, 18 balıq var. Deyir, qrupların və hər qrupda olan əşyaların sayını müəyyən edin. Əşyaların ümumi sayını tapın. Baxın, burada 1, 2, 3, 4, 5 qrup var. Hər qrupda 4 şar var. Hər qrupda 4 şar var. 4, 4, 4. Və ümumilikdə nə qədər eləyir? Baxın, 4, 8, 12, 16, 20. Təkrar toplama şəklində yazsaq, 5 dənə 4-ümüz eləyəcək 20. Daha sonra keçirik B-yə. B-də baxırıq, 1, 2, 3, 4, 5, 6 qrupumuz var və hər qrupda 3 karandaş var. Təkrar toplama şəklində bunu da yazacağıq. Olacaq 3 üstə gəl 3, üstə gəl 3. 6 dənə 3-ü toplayacaq, eləyəcək 18. Təkrar toplamaya aid misal yazmaqla nöqtələrin sayını hesablayın. Baxırıq ki, burada 3 dənə qrupumuz var. Hər qrupda 6 deməli xal var. O zaman yazırıq 6 üstə gəl 6, üstə gəl 6. 3 dənə 6-nı biz toplayacaq. O da eləyəcək 18. Daha sonra 5 üstə gəl 5, üstə gəl 5, üstə gəl 5. 4 dənə 5 eləyəcək 20. Və burada isə 7-dir xalların sayı. 4 qrupdur. Olacaq. Bu da 4 dənə 7-ni toplayanda eləyəcək 28. Keçirik. Misalları həll edin. Cavabınızı ritmik sayma ilə yoxlayın. Baxın, eləyəcək 4. 2, 4. 2, 4, 6. 2, 4, 6, 8. 2, 4, 6, 8, 10. 2, 4, 6, 8, 10, 12. Bunun cavabı da elədir. 3, 6, 3, 6, 9, 3, 6, 9, 12, 3, 6, 9, 12, 15, daha sonra 3, 6, 9, 12, 15 və 18. Aha, 4, 8, 4, 8, 12, 4, 8, 12, 16, 4, 8, 12, 16, 20, 4, 8, 12, 16, 20, 24. Keçirik növbətiyə.
Bizə burada nə deyir? Deyir ki, anar albomun 6 səhifəsinin hər birinə 5 ədəd maşın stikeri yapışdırdı. Baxın, 6 dənə səhifə var. Tutalım ki, bu albomun birinci səhifəsi, bu ikinci səhifəsi, bu 3, bu 4, bu 5, bu da 6. Hər birinə 5 dənə şəkil yapışdırıb. 5 dənə. Deyir, anar alboma cəmi neçə şəkil yapışdırıb? Bizdən onu istəyir. 6 səhifə, yəni 6 qrupdur. Hərəsində də 5 şəkil var. Deməli, 6 dənə 5-i nə etməliyik? Toplamalıyıq və sonra tapırıq ki, 6 dənə 5 nə edir? 30-a bərabər olur. 5, 5, 10, 15, 20, 25, 30. Keçirik növbətiyə. Elxan, Lalə və Səbinə. Hərəsinin 7 manat pulu var. Elxan, Lalə, bu da Səbinə. Hərəsinin 7 manat pulu var. Samirin ad gününə qiymətli 20 manat olan hədiyyə almaq istədilər. Onlar. Bu üçü Samirin ad gününə 20 manata olan hədiyyə almaq istəyiblər. 20. Uşaqların pulu bu hədiyyəni almağa çatarmı? Əvvəlcə gəlin görək bu uşaqların cəmi nə qədər pulu var. 3 dənədir, hərəsində də 7-dir. 7, 14, 21. Uşaqların 21 manatı var. Hədiyyə də 20 manatdır. 21-dən 20 çıxarıq. Hələ uşaqların 1 manatda artıq pulu qalır. Və yoxdur 20 kiçikdir 21. Yazırıq cavab bəli çatar. Keçirik növbəti səhifəyə. Artıq vurmanı keçirik. Təkrar toplamanı vurma kimi ifadə edirlər. Məsələn, bayaqdan 3, 6, 9, 12. 4 dənə 3-ü toplayırlar. Onu necə yazırlar? 4 dənə 3 bərabərdir 12-yə. Bunun işarəsi budur. Məsələn, 5 üstə gəl, 5 üstə gəl, 5 yazsaq, 3 dənə 5-dir də burada. Biz bunu yazmalıyıq 3 vurulsun 5 şəkildə. Deməli, bu 3 vurulsun 5-i belə deyə bilərik. 3 vurulsun 5, 3 dəfə 5, 3 ilə 5-in hasili, 3 ilə 5-in misli. Yəni, bunların hər biri eyni ədədə bərabərdir. 3 vurulsun 5, 15. 3 dəfə 5, 15. 3 ilə 5-in hasili 15. 3 ilə 5-in 3-ün 5-ə misli nə eləyəcək yenə? 15 etmiş olacaq. Vurmanın işarəsi belə də ola bilər, belə də ola bilər. Uşaqlar unutmasınlar. Keçirik. Cəm və hasili tapın. Baxın. 4 dənə 4-ü toplayır. Eləyəcək 4, 8, 12, 16. Deməli, 4 dənə 4-üm nəyə bərabərdir? 16-ya. 5, 10, 15, 20, 25. 5 dənə 5-i toplayıb 25. 5 dənə 5 nəyə bərabərdir? 25-ə. 3 dənə 6, 18. Keçirik. Neçə qrup var? Hər qrupda neçə cücü var? Cücülərin ümumi sayını tapın və uyğun vurma əməlinə dair misal yazın. Baxırıq ki, burada birinci qrupda neçə dənə qrup var? Bax, birinci A-da. 1, 2, 3, 4 dənə qrupumuz var. Hər qrupda neçə dənə cücü var? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Deməli, 4 dənə qrupdur. 4 dənə qrupdur. Hərəsində 5 dənə cücü var. Yəni, 4 dənə 5-i nə etməliyik biz? Toplamalıyıq. Eləyəcək 20, deməli 4 dənə 5-im 20-yə bərabərdir. Keçirib B-yə. İndi burada 1, 2, 3, 4, 5, 6 qrup var. Hər qrupda da 3 kəpənəkdir. 3, üstə gəl 3, üstə gəl 3, üstə gəl 3, üstə gəl 3 və üstə gəl 3. 6 dənə 3-ü toplayırıq. Eləyəcək 18, 6 vurulsun 3 bərabərdir 18. Bu qədər sadə və asan. Keçirik məsələ həllinə. Elxanın atası bayramda hər birində 5 gül olan 3 buket aldı. Baxın,
Hər birində 5 dənə gül var, 3 dənə buketdir. Neçə qrupdur deməli? 3 qrupdur. Hərəsində 5 buketdir. Eləyəcək nə? 15. Bunu vurma kimi ifadə eləsək 3 dəfə 5. 3 dənə 5. 3 vurulsun 5. 15-ə bərabərdir. Cavab 15 gül var. Masada hər birində 6 peçenye olan 2 qutu var. Qutularda cəmi neçə ədəd peçenye var? Baxın, 2 dənə qutudur. Hərəsində də 6 peçenye. Eləyəcək 12 peçenye və yaxud da ki 2 qrupu idi da. 2 dənə 6 eləyəcək yenə 12. Cavab 12 peçenye var. Keçirik növbəti səhifəyə. Məsələləri həll edin. Aha, uşaqlar şənlik üçün şarlardan 5 gül düzəltdilər. Hər gül üçün 5 şardan istifadə edildi. Cəmi neçə şardan istifadə olunub? Baxın, 1, 2, 3, 4, 5. 5 qrupumuz var. Hərəsində də 5 dənə şardır. Deməli, 5 dənə 5-i toplamalıyıq əvvəlcə. Eləmi? Eləyəcək 25. Yəni 5 də vurulsun 5 bərabərdir 25-ə. Deməli, cəmi neçə şardan istifadə olundu? Cavab 25 şar. Keçirin növbətiyə. Əyləncə mərkəzində uşaq qatarının 5 vaqonu var. Var 5 vaqon. Hər vaqona 3 uşaq əyləşdi. Hər vaqon 3 uşaq. İndi deyir, qatara neçə uşaq mindi? Cəmini soruşur bizdən. Cəmi. Baxın, 5 dənə vaqondur. Hərəsində də 3 uşaq oturub. 3, 3, 3, 3, 3. Toplayırıq ki, görək cəmi nə qədər uşaq gəlib? 15. Yəni 3 vurulsun 5 bərabərdir 15. 15 uşaq əyləşib, minib. Baba bostanda 4 cərgə kələm əkdi. Neçə cərgə? 4 cərgə. Hər cərgədə neçə kələm var? 10 kələm var. Baxın, 4 dənə cərgədir. Hər cərgədə də 10 dənə kələmdir. 10, 10, 10, 10. Bunu vurma kimi necə yazacağıq? 4 dənə 10'dur da, elə bil ki. 4 dənə 10'u hesablayırıq. 4'ü 10'a vurmaqdansa əvvəlcə 10, 20, 30, 40. 40, 40. Deməli, cavab neçə kələm var imiş? 40 kələm var. Keçirik 4-ə. Müəllim 2 şagirdin hər birinə kağızdan şəkildəki kimi günəş hazırlamağı tapşırdı. Onlar bunun üçün kağızdan 3 bucaq və dairələr kəsdilər. Şagirdlər cəmi neçə 3 bucaq kəsdilər? Baxın. 2, 4, 6, 8. Cəmi neçə dənə 3 bucaq kəsiblər? 8 dənə. Necə hesabladım bunu? 2, 2, 2, 2 saya. Aha. Şagirdlər deyəcəm, baxın, 2 şagirddir. Hərəsi ayrı-ayrı eləyib də, amma sonda bizə onun cəmini soruşur ki, cəmi neçə 3 bucaq kəsiblər? Gəlin. 2, bax 1, 2, 3, 4 qrupdur. 2 üstə gəl 2, üstə gəl 2, üstə gəl 2. Elədi 8. Yəni 4 dənə 2 8-ə bərabərdir. Düzdürmü? Bu bir uşaqdır. Bir uşaq 8 dənə düzəldib. Yenə o bir uşaq da 8 dənə 3 bucaq kəsib də. Deməli 8 dənə bu, 8 dənə də o. 2 uşaq 16 dənə eləyər. 2-ni də 8-ə vururuq, yenə 16 etmiş olacaq. Deməli cavab 16 3 bucaq kəsildi. Cəmi 16 3 bucaq kəsildi. Keçirik növbəti suala.
Şagirdlər cəmi neçə dairə kəsdilər? Baxın. Günəşin bir dənə dairəsi var da. Bir dairə bu uşaq kəsdi. Bir dairə də bu uşaq kəsdi. Cəmi nə qədər dairə elədi? 2 dənə. Deməli 2 vurulsun 1 bərabərdir 2. Cavab 2 dairə. Onlar cəmi neçə fiqur kəsdilər? Baxın. Bayaq neçə dənə fiqur kəsmişdilər? 16 dənə. İndi də 2 dənə. Cəmi nə qədər elədi? 18 dənə. Cavab 18 fiqur. 18 fiqur kəsdilər. Keçirik növbəti məsələyə. Gölün sahilindəki 4 balıqçının hərəsi 3 balıq tutdu. Qayıqdakı balıqçı isə 6 balıq tutdu. Sahildəki balıqçılar cəmi neçə balıq tutdular? Baxın, gölün sahilində 3 dənədir. 4 nəfərdir. Qayıqdakını burada hələ hesaba qatmırıq. Bu 4 nəfərin hərəsi bu 3 dənə tutdu. Digəri 3 dənə, o biri 3 dənə, o biri də 3 dənə tutdu. 3, 6, 9, 12. Cəmi 12 balıq elədi. Yəni 4 dənə 3, 12-yə bərabərdir. Cavab 12 balıq. Daha sonra ikinci suala. Balıqçılar birlikdə neçə balıq tutdular? Baxın, 12 balıq bunlar tutmuşdu. 6 balıq da digəri tutdu. Eləyəcək 18. Cavab 18 balıq. Növbəti. Şəkilə əsasən təkrar toplamaya aid məsələ qurun və həll edin. Baxaq, bu nədir şəkildəkilər? Yazaq. Leylanın anası 4 qutu şirniyyat aldı. Hər qutuda 6 şirniyyat. Baxın. 2, 4, 6. 6 şirniyyat olarsa Leylanın anası cəmi neçə şirniyyat aldı? Baxın, deməli 4 qutudur, hər birində 6 dənədir. Birinci qutuda 6 dənə, ikinci qutuda 6, üçüncü qutu 6, dördüncü qutu 6. 6, 12, 18, 24. Yəni 4 dənə 6, 24 etmiş olacaq. Cavab 24 şirniyyat aldı. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.